xarici dili öyrənərkən o dildə olan sözləri və yaxud da qrammatik qaydaları öyrənməklə kifayətlənmək olmaz. Həmin dil üzrə, həmin dildə danışan xalqın mədəniyyətini, həyat tərzini və s. öyrənməklə biz bəlkə də birbaşa ərəb dilini öyrənmirik. Və bundan da dərin, daha bir məna var. Ərəb dilini hiss edirik. Çoxlarınıza qəribə gələr, dili hiss eləmək nə deməkdir? Bəli, dili hiss eləmək o deməkdir ki, o dildə yuxu görürük, o dildə danışırıq, o dildə düşünürük. Kimsə özündə bu səviyyəni, bu bacarığı hiss elədisə, bu deməkdir ki, o dili daha yaxşı bilir. Amma adətən, çox nadir hallarda dildə danışan adamlar o mərhələni adlayaraq dili hiss eləmə mərhələsinə keçid alırlar. Böyük əksəriyyət xariciləri nəzərdə tuturan, xarici dili öyrənənləri nəzərdə tuturan, onlar ancaq elə öz ana dillərində düşünüb, xarici öyrəndikləri dilə neysə tərcümə etməyə çalışırlar. Əgər proses sizə hələ də belə gedirsə, siz Azərbaycanca düşünüb ərəbcə danışmağa çalışırsınızsa, o demək ki, hələ biraz çox oxumalıyıq. Təkcə söz əzbərləməməliyik, təkcə qaydaları öyrənməməliyik. Neynəməliyik bəs? Hiss eləməliyik. Misal üçün, dil elə bir fenomendir ki, onu qaydalara istəsək də sığışdıra bilmərik. Və heç də təsadüfi deyil ki, birinci qaydalar, sonra dil yaranmıyor. Birinci dil yaranıb, sonra qaydalar yaranıb. Və qaydalar yaranarkən də istənilən qayda ilə bağlı o qədər məsələlər kənarda qalıb ki, biz onlara deyirik istisnalar. Ümumiyyətlə bir qayda tərtib olunur, daha sonra isə kənarda qalanlar, o qaydaya oturmayan məsələlər nə adını alır qrammatikada? İstisnalar. Məsələn, bir Azərbaycanlı bir ərəbə necə başa sala bilər ki, yaşa dolmaq? Yaşa dolmaq. Dolmaq başqa şeydir, doldurmaq başqa şeydir, yaş başqa şeydir. Bu bir ərəbə biz bunu başa salmağa çalışsaq, o təəccüb edəcək ki, niyə bu feili burada işlətmişsiniz? Və yaxud da bir ərəb bizə necə başa salsın ki, وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا. İştəalə o tutub yanmaq deməkdir. Ras baş deməkdir. Şeyba da ağ saç deməkdir. Hətta bir şair şeirlərinin birində deyir ki, Ələ leytə şəbəbə yaudə yevmən fəuxbiruhu bimə fəaləl məşibu. Kaş gedir cavanlığım qaytardı, ağ saçlarım mənə nə etdiyini ona başa salardı. Yəni təsəvvür ki, hərfi tərcümə edildi, وَاشْتَعَلَ o tutub yandı, الرَّأْسُ baş, şeyba ağ saçlarına. Bu artıq qaydalarla izah olunmur. Bu nə ilə izah olunur? O dini hiss eləmə məsələsidir. Ona görə bax, bugün bizim mütaliə edəcəyimiz, öyrənəcəyimiz mövzunun bir əhəmiyyəti, bir vacib tərəfi də budur. Ərəb ləhcələri. Necə oldu yarandı? Görürsən, ərəb ədəbi dili mi var idi, sonradan mı bu ləhcələr yarandı? Yoxsa ləhcələr var idi, ondan sonra ərəb dili yarandı? Və yaxud da bu günləri onların faydası nədir? Öyrənmək lazımdır mı onları? Lazımdırsa necə öyrənmək lazımdır? Harada istifadə eləyəcək biz onları? Bax, bu məsələlərə biz bugünkü dərsimizdə toxunacaq.